3 saat vaxtım alan stul dəyişmə prosesini sizə təqdim edirəm. Parçanı əslində ağ rəngdə almağı düşünürdüm, ancaq sonra fikrimi dəyişib belə bir rəng etdim. Hələ ki otağına boylarına bu rəng daha uyğun idi. Parçanı stulun ölçülərinə görə kəsdim və 20-li ölçüdə deyilən kiçik mismarlar ilə stula bərkitdim. Mənə demişdilər ki, mismar ilə istədiyin effekti almayacaqsan, onun üçün ayrıca aparat almalısan. Ancaq mən heç kəsi dinləmədim, elə yaxşı ki də dinləməmişəm, çünki cəmi 3 manata mismar aldım və o düşünürəm ki, 6 ədəd stula görəcək. Görməsə də yenə də aparatdan daha ucuza başa gəldiyini düşünürəm. Ən çətinlik çəkdiyim hissə isə oturacaq olan hissə oldu. İlk dəfə edirdim deyə səhvlərim çoxdur. Ancaq ümumi görüntü məncə öncəkindən çox daha yaxşıdır. Ağlımda stulun ayaqlarını stikerlə örtmək yox idi açığı. Ani qərarla onu da görüntüsünü dəyişdim. Sizcə necədir? Videonu bəyəndinizsə like etməyi və belə videoların davamı üçün izləməyə almağı unutmayın. Hələlik.